Akıl Bakdatı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Salam mənim əziz və gül balalarım. Ramazan ayının gecələrində xoş gördük sizi. Bu gecə Müqəddəs Ramazan ayının qonağı adlı hekayəni sizin üçün danışacağam. Balaca Əli eyvanda oturmuşdu və göyə baxırdı. Müqəddəs Ramazan ayı idi. Hava sərin və rahat, ay isə göydə parlayan bir çıraq kimi işıq saçırdı. Anası onun yanına gəldi və mehribanlıqla dedi: Əlican, bu ay Allahın qonaqlıq ayıdır. Rəhmət qapıları açılır və dualar daha tez qəbul olur. Allahdan gözəl şeylər istə. Amma Əlini ən çox nənəsinin dediyi sözlər həyəcanlandırmışdı. Bilirsinizmi nənəsi ona nə demişdi? Nənəsi bir neçə gün əvvəl ona demişdi: Bu ayda İmam Zaman Əcəlallah da bizim aramızdadır. O səslərimizi eşidir və yaxşı işlərimizə sevinir. Əli təəccüblə soruşmuşdu. Yəni İmam Zaman indi də buradadır? Nənəsi gülümsədi və dedi: Bəli, o həmişə bizimlədir. Göydə parlayan, yol göstərən ay kimidir. Hətta buludların arxasında olsa belə bizə işıq saçır. Əli göyə baxdı və düşündü. Bəlkə də İmam Zaman da bu ay kimidir. Həmişə bizimlədir. Hətta biz onu görməsək də. Ertəsi gün Əli sevinclə oyandı və qərara aldı ki, İmam Zamana bir hədiyyə hazırlasın. Anasından soruşdu. Ana, mən İmam Zamana bir hədiyyə vermək istəyirəm. Amma onu harada tapa bilərəm? Axı mən onu görə bilmirəm. Anası mehribanlıqla gülümsəyib dedi. İmam Zaman həmişə bizi görür Əlican. Ona verə biləcəyin ən gözəl hədiyyə yaxşı əməllərdir. Əgər yaxşı işlər görsən, o çox sevinəcək. Əli sevindi və düşündü. Deməli, yaxşı işlər görsəm, İmam Zaman məndən razı olacaq. O, ağ kağız götürdü və üzərinə bunları yazdı. Anama və atama kömək edəcəm. Bacıma mehriban davranacam. Hər kəs üçün dua edəcəm. Yalan danışmayacam. Ehtiyacı olan dostlarıma kömək edəcəm. Günlər keçdi və Əli hər gün siyahısındakı işləri bir-bir yerinə yetirdi. Süfrə açılarkən anasına kömək etdi. Kiçik bacısı ağladıqda onu qucaqlayıb nağıl danışdı. Bir gün məsciddən evə qayıdarkən Əli bir oğlan gördü. Onun ayaqqabıları köhnəlmiş, yırtılmış və ayaqları yaralanmışdı. Əlinin ürəyi sıxıldı və düşündü. Əgər İmam Zaman burada olsaydı, ona kömək edərdi. Əli cibinə baxdı. O bir müddətdir ki, özünə yeni top almaq üçün pul yığırdı. Biraz düşündü və sərbəst qərar verdi. O pulu çıxarıb oğlanın yanına getdi və dedi. Buyur, bu pulla özünə yeni ayaqqabı al. Ayaqların çox incinib. Oğlanın gözləri parladı və sevinc içində dedi. Çox sağ ol. Əli ürəyində bir istilik hiss etdi. Sanki uzaqdan kimsə ona gülümsəyirdi. Bir neçə gün sonra Qədir gecəsi gəldi. Hər kəs əllərini qaldırıb dua edirdi. Anası və atası səcdəyə gedərək göz yaşı içində dua edirdilər. Əli də gözlərini yumdu. Kiçik əllərini qaldırdı və dua etdi. Ey mehriban Allah, mənə həmişə yaxşı işlər görməyə kömək et. Mənə kömək et ki, İmam Zaman məndən razı olsun. Qoy insanlar daha mehriban olsunlar. İmam Zaman tez gəlsin ki, həyatımız daha gözəl olsun.
Duasını bitirdikdən sonra ürəyində bir rahatlıq hiss etdi. Göydəki ay daha parlaq görünürdü. Bəlkə də bu, onun yaxşı işlərinin qəbul olunduğunun bir işarəsi idi. O gündən sonra hər dəfə ayı görəndə İmam Zamanı xatırlayırdı və bütün yaxşı əməllərinin qəbul olunduğunu hiss edirdi. Artıq Ramazan onun üçün adi bir ay değildi. Bu elə bir ay idi ki, o hər gecə ayı ilə danışırdı və İmam Zamanın onu eşitdiyini bilirdi. Bəli, əziz balalar, bəs siz İmam Zamanı sevindirmək üçün hansı işləri görürsünüz? Gözəl işlər, insanları sevindirmək, həmişə imamımızın qəlbini sevindirir. Balaca bir təbəssümlə belə insanları sevindirmək mümkündür. Əzizlərim, hekayəmiz sona çatdı. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Hekayəmiz barədə şəkil çəkib bizə göndərməyi unutmayın.